Ester. 9-cu fəsil. Yahudilərin düşmənlərini məhv eləməsi. 12-ci ay, Adar ayının 13-ü padşahın əmri və fərmanının icra vaxtı yaxınlaşmaqda idi. Düşmənlər elə güman eləmişdilər ki, o gün yəhudilər onların hakimiyyəti altına düşəcək. Lakin bunun əksinə, yəhudilər onlara nifrət eləyənlər üzərində zəfər çaldılar. Yəhudilər onlara pislik eləməyə çalışanlara hücum eləmək üçün padşah Ahişveruşun bütün vilayətlərində, yaşadıkları şəhərlərə də yığıldılar. Artıq onların qarşısında heç kim dayana bilməzdi. Çünki onların zəhmi bütün xalqları bürümüşdü. Bütün vilayət rəisləri, canişinlər, valilər və padşahın məmurları Yahudilərə kömək elədi. Çünki Mordokaya görə onların canına qorxu düşmüşdü. Mordokay padşah sarayında yüksək rütbə sahibi olmuş, şöhrəti bütün vilayətlərə yayılmışdı. Artıq bir şəxsiyyət kimi Mordokay get-gedə yüksəlirdi. Yahudilər bütün düşmənlərini qılıncdan keçirərək öldürüb yox elədilər. Onlara nifrət eləyənlərə nə istədilərsə onu da elədilər. Yahudilər Şuşan qalasında 500 nəfəri öldürüb yox elədilər. Bunlarla bərabər Yahudilərin düşməni Hammedata oğlu Hamanın 10 oğlunu, Parşandatanı, Dalfonu, Aspatanı, Poratanı, Adalyanı, Aridatanı, Parmaştanı, Arisayı, Aridayı, Vayzatanı öldürdülər. Lakin talana əl atmadılar. O gün Şuşan qalasında öldürülənlərin siyahısı padşahın hüzuruna gətirildi. Padşah Mələkə Esterə dedi, Yahudilər Şuşan qalasında 500 nəfəri və Hamanın 10 oğlunu öldürüb yox elədilər. İndi gör padşahın digər vilayətlərində nə ediblər? Yenə nə istəyin var? Sənə veriləcək. Nə arzun var? Yerinə yetiriləcək. Ester dedi, əgər padşaha xoş görünsə, Şuşandakı Yahudilərə sabah da izin verilsin ki, bugünkü fərmanı icra eləsinlər. Hamanın 10 oğlunu isə dar ağacından assınlar. Padşah belə edilməsini əmr elədi. Şuşanda fərman elan edildi. Hamanın 10 oğlu asıldı. Şuşandakı Yahudilər Adar ayının 14-də də yığılıb orada 300 nəfəri öldürdülər, lakin talana əl atmadılar. Padşahın vilayətlərində yaşayan digər Yahudilər öz canlarını qorumaq üçün yığıldılar. Onlara nifrət eləyən 75 min nəfəri öldürüb düşmənlərindən azad oldular, lakin talana əl atmadılar. Bu hadisə baş verəndə Adar ayının 13-ü idi. 14-cü gün azad olan Yahudilər ziyafət və sevinç günü keçirdi. Şuşandakı Yahudilər isə həmin ayın 13-də və 14-də yığılıb ayın 15-də istirahət eləyərək ziyafət və sevinç günü keçirdilər. Elə buna görə də kəndli olub əyalət şəhərlərində yaşayan Yahudilər Adar ayının 14-ünü sevinç, ziyafət və bir-birlərinə sovqat göndərdikləri şənlik günü kimi keçirməkdədir. Purim bayramının təsisi. Mordokay bu hadisələri qeyd eləyib padşah Ahişveruşun uzaqda və yaxında olan bütün vilayətlərindəki Yahudilərin hamısına məktub göndərdi. Onlara buyurdu ki, hər il Adar ayının 14-ünü və 15-ini qeyd eləsinlər. Çünki bu günlər Yahudilər öz düşmənlərindən azad oldular və o ay kədərləri sevincə, matəmləri şənlik gününə çevrilmişdi. O günlər şənlik qurub sevinməli və bir-birlərinə yemək sovqatları göndərib, kasıblara hədiyyə verməli idilər. Yahudilər özləri başladığı kimi, Mordokayın yazılı əmrinə görə buna əməl eləməyə razı oldular. Çünki bütün Yahudilərin düşməni Aqaqlı Hammedata oğlu Haman Yahudiləri yox eləmək üçün onlara qəsd qurmuşdu. Onları əzərək məhv eləmək üçün pur, yəni püşk atmışdı. Lakin iş padşahın hüzuruna çatanda, padşah məktub vasitəsilə əmr eləmişdi ki, Hamanın Yahudilərə qurduğu qəsd-qərəz Hamanın öz başına gətirilsin və Hamanla oğulları dar ağacından asılsın. Elə buna görə də bu günlər pur kəlməsinə görə Purim adlandırılır. Bu namədə verilən təlimatdan, bu iş haqqında gördüklərindən və başlarına gələn hadisələrdən ötürü Yahudilər özləri və sonraki nəsilləri üçün, ha belə onlara qoşulanlar üçün bir adət təsis elətdirib, bunu davam elətdirdilər. Dedilər ki, bu 2 günü hər il qaydalara və müəyyən vaxta görə qeyd eləməkdə laqeydlik göstərməməlidirlər.
Bu günlər hər nəsildə, hər ailədə, hər vilayətdə və hər şəhərdə xatırlanıb qeyd edilməli, bu Purim günləri yəhudilər arasından itməməli və övladlarının yadından çıxmamalıdır. Avixailin qızı Mələkə Ester və Yahudi Mordekay bu ikinci Purim naməsini tam səlahiyyətlə yazıb təsdiq elədilər. Mordekay Axışveroşun padşahlığını 127 vilayətində yaşayan bütün yəhudilərə sülh və həqiqət sözləri yazaraq məktub göndərdi ki, Yəhudi Mordekayla Mələkə Esterin onlara əmr elədikləri kimi, eləcə də tutacaqları oruclar və matəm vaxtları barədəki təlimatla özləri və sonraki nəsilləri üçün müəyyənləşdirdikləri kimi vaxtı bəlli olan bu Purim günlərini təsis eləsinlər. Esterin əmri Purim bayramının bu qaydalarını təsdiqlədi və kitabda yazıldı.